Göyçayda şəhid son mənzilə yola salındı. Mart ayının 19-u 2025-ci il tarixində Göyçayın Mırtı kəndində 1-ci Qarabağ müharibəsində şəhid olub itkin düşən 1970-ci il təvəllüdlü Behbudov Daşqın Nəsrəddin oğlu ilə vida mərasimi keçirilib. Dəfn mərasimində şəhidin doğmaları ilə birlikdə Göyçay rayon icra hakimiyyətinin, en saylı hərbi hissənin, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları, kənd sakinləri iştirak ediblər. Şəhidimiz fevral ayının 27-sində rayonun Mırtı kəndində dünyaya göz açmışdı. İlk orta təhsilini isə Mırtı kənd orta məktəbində alıb. Təhsilini başa vurduqdan sonra fevralın 1-i 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Daşqın Behbudov hərbi xidmətini başa vurduqdan sonra yenidən müharibə zamanı könüllü olaraq ordu sıralarına qoşulub. 1994-cü ildə Füzuli rayon ərazisində itkin düşüb. Şəhidimiz subay idi. Göyçay rayon məhkəməsinin 2007-ci il tarixli qətnaməsinə əsasən ona şəhidlik statusu verilib. Behbudov Aydın Nəsrəddinoğlu, şəhid Behbudov Daşqın Nəsrəddinoğlunun qardaşı. Qardaşım bu gün dəfn olunmuş 19 martda. Tərtər, sonra Suqovuşan istiqamətində döyüşdü. Daha sonra Füzuli cəbhəsində, Füzuli kəndlərinin azad olunmasında iştirak elədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Davud Tarverdiyev, Göyçay.